Azərbaycan Respublikası Prezidentinə. Azərbaycan Respublikası Prezidentinə müraciət özünüzün dediklərinə rağmen icra hakimiyyətləri sual verirəm. Vəziyyət necədir? Cavabları əladır. Ölkəmizdə icra hakimiyyətindən başqa bir neçə hüquqi orqanlar fəaliyyət göstərir. Göstərdiyi halda fəaliyyətsizlik baş verir. Büdcədən bu qədər pul ayrılır, amma uşaq pulu tapılmır. Bir çox problemlər müstəqil TV-lərdə qanunsuz şəkildə öz həllini tapır. İcra hakimiyyətinin nəzdində Ailə Uşaq Problemləri Komitəsi, ağsaqqallar, hüquq mühafizə və məhkəmələrdə həll olunmalı məsələlər müstəqil TV-də illərlə uzadılır. Hara baxır bu orqanlar? Ailə problemləri olanlara çağırış elan edilir. Gəlin bizim kanala. Yuxarıda göstərilən idarə və təşkilatlara ayrılan pul fəaliyyətsizliklərinə görə dayandırılıb uşaq pulu verilməsini xahiş edirəm. Çox sağ olun, hörmətlə Fikret Qəhrəmanov, Şabran rayon sakini.